Salam əziz abituriyentlər. Biz bugün sizlərlə qəbul suallarından biri olan 89-cu suala baxacağıq. İlk öncə sualımızın şərtini oxuyaq. Klaviaturadan daxil edilmiş ingilis əlifbasının hərflərindən və boşluqlarına ibarət sətirdə bütün A simvollarını B simvolu ilə və B simvollarını A simvolu ilə əvəzləyərək çap edən proqramı Python dilində yazın. Və cümləmizin ilkində baxdıq ki, klaviaturadan daxil edilmiş ingilis əlifbası deyir. Bu zaman n bərabərdir input yazmalıyıq. Çünki daxil etmədən istifadə etmək lazımdır. Və daha sonra burada deyir ki, A simvollarını B simvolu ilə B simvollarını A simvolu ilə əvəz etmək lazımdır. Bunun üçün bizə bir boş sətir də lazım olacaq. S bərabərdir bir dənə boş sətir daxil edirik. Və burada əlbəttə ki, dövr operatorundan istifadə olunur. Hansı dövr operatorundan istifadə edəcəyik biz? For, in, n operatorundan istifadə etməliyik. Və nə üçün burada for, in, n-dən istifadə etdik? Çünki burada hər bir simvolu ayrılıqda müraciət olunmalıdır. Və if şərtini istifadə edərək i-ni biz bərabər etməliyik A simvoluna. Çünki əgər bizim ilk simvolumuz A ilə başlayarsa, bu şərtdən istifadə olunmalıdır. Və əgər A ilə başlayarsa, deməli biz A-nı nə etməliyik? B simvolu ilə əvəz etməliyik. Və bu zamanda S bərabərdir. S üstəgəlinsin B simvolu yazmalıyıq ki, A-nı B ilə əvəz etmək mümkün olsun. Yox, əgər bizim ilkin simvolumuz B-dirsə, bu zaman elif i bərabərdir B simvolu yazırıq. Əgər B-dirsə, bu zamanda S bərabərdir. S üstəgəlinsin A simvolu yazaraq B-ni A ilə əvəz etmiş oluruq. Yox, əgər nə A-dırsa, nə B-dirsə bizim ilk simvolumuz, bu zaman əks halda S bərabərdir, S üstəgəlinsin i yazmalıyıq. Deməli, printdən son olaraq S-i çapa verir. Və bu da bizim 89-cu sualın həll üsuludur. Və bu kimi sualların həll üsulunu bilmək üçün bizim səhifəni izləməyi unutmayın.